Binəqədi rayonu Mədəni Maarif Kollecinin yataqxanasında məskunlaşan Ağdam rayonunun məcburi köçkünləri 2016-cı il dekabrın 31-dən sonra dünyaya gələcək uşaqlara yemək xərci üçün aylıq müavinət verilməməsindən narazıdırlar. Bütün xarici ölkələrdə maddi yardımlar və yaxud da nəsə varsa, niyə bizim ölkə daxilində ona verilən uşağa 5 manat, 3 manat verilirsə, o da bir böyük məbləğ deyil. Yəqin ki, o məbləğ haradasa 20 manat səhv etmirəmsə, o 20 manat nədir ki, onu da o uşaq nəyinə? Məcburi köçkünlər öz vətənini, öz yurt yuvalarını dərgin düşüblər. Orada burada yataqxanalarda, nə bilim, məcburi pis şəraitdə yaşayırlar. Mən bu yataqxanada tavizə çürümüşəm. 50 manat ayda, elə bir ki, körpə uşağa, anadan olan uşağa 50 manat pul verilir 1 yaşına qədər. Mənə də deyirlər ki, sosial yardım deyilən bir fond var. O fondda sən o sosial yardımı düzəldib ala bilsən, o 50 manat ala bilərsən. Mənə sosial yardım düzəldib vermirsən, heç olmazsa bu 50 manatı ver də. İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, hökumət iqtisadi çətinlik dövründə ən çox sosial layihələrin ixtisarına üstünlük verir. Son gedişat onu göstərir ki, hökumət bacardıqca büdcə xərcləmələrini azaltmağa çalışır. Yəni, ölkədəki iqtisadi vəziyyətlə əlaqəli çalışır ki, harada kəsintiyə getmək mümkünsə, orada azalmalara getsin. Amma çox təəssüf ki, çox zaman bu sosial yönümlü layihələrin kəsilməsinə, azalmasına səbəb olur. Nəinki böyük, iri, tutumlu, iri həcmli layihələr hansında ki, şəffaflıq kifayət qədər aşağı səviyyədədir. O layihələrdə deyil də, məhz bu sosial yönlü layihələrin azaldılmasına və yaxud da tamamilə dayandırılmasına gedir. Yəqin ki, burada büdcə ilə bağlı problemlərin olması ilə əlaqədardır. Bu addımın atılmasının altında mən düşünürəm ki, bunu hökumət yetkililəri izah etsələr daha yaxşı olar. Ola bilər bir status dəyişikliyi də olacaq bundan sonra. Əgər belə bir addım atılsa, ümumiyyətlə bu kateqoriyaya aid olan vətəndaşlara veriləcək sosial müavinatlarda və yardımlarda ciddi dəyişikliklər ola bilər gələn ildən. Ekspert qaçqınlar və məcburi köçkünlər üçün Avropa təşkilatlarından kifayət qədər yardımın gəldiyini, neftin qiymətinin baha olduğu vaxt isə Azərbaycan hökumətinin bu yardımdan imtina etdiyini vurğuladı. Günü bugün də bir çox proqramlar hələ də həyata keçirilir və BMT çərçivəsində və yaxud da Avropa qurumları çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə bağlı xüsusi proqramlar var və bu xüsusi proqramlar həyata keçirilməkdə davam edəcək. Amma bu sırf dövlət büdcəsindən ayrılan vəsait idi deyə düşünürəm ki, məhz dövlət büdcəsinə müəyyən dərəcədə qənaət etmək və sonradan ümumiyyətlə bu statusa yenidən baxmaq üçün atılmış ilkin addım kimi dəyərləndirmək olar. Bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Adı çəkilən qərarı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi verib. Xatırladaq ki, dövlət hər bir məcburi köçkünə yemək xərci üçün 20 manata yaxın vəsait ayırır.